sabahınız xeyir olsun. Dürüstdə yeni bir sabahımız və yeyib içməklə, yəni səhər yeməylə açırıq və səhər yeməyi üçün qəşəng bir yer tapmışıq. Hello. Çox qəşəng belə səhər yeməkləri var. Hətta sizə göstərəcəm indi şirniyyatların. Türk şirniyyatları ilə demək olar ki, yaxındır. Yunan-Türk mətbəxi ilə yaxındır. Orada yediyiniz nə varsa, burada da tapa bilərsiniz. Yenə seçim eləməkdə çətinlik çəkirik. Aysel qamı kaksıqda seçə bilmir. Aslında krem brûlée. Bir de dondurmaları var. Dondurmaları da yani elə jelatolar da hər yerdə olan. Belə. Sifarişlərimizi verək. Səhər yeməyimizi yeyək və daha sonra isə bizi gözləyir çox qəşəng bir yerlərə gedəcəyik. Deyəndə deyirlər ki, Albaniya çox sıxıcıdır. Aynur, eşitmisən, deyirlər ki, Albaniya çox sıxıcıdır, amma mənə elə gəlir ki, o düşdüyün kampaniyadan asılıdır. Çünki biz burada heç sıxılmırıq. Anything else? One bread, two black teas, and one creme brulee. That's all. Oh no, I have also just 5 minutes, okay? Oh, okay. I will come Do you back. want me to bring the other things? No. Bütün getirsin də. Yeah, you can bring. Hə, nə dedim? Deyirlər ki, Albaniya çox sıxıcıdır. Orada cəmi 3 gün, 5 gün. Yəni ondan sonra başqa ölkələrə keçmək lazımdır. Amma məncə bu düşdüyün kampaniyadan asılıdır. Stratejiləri bağlatmağı sevirik də. Yəni hamı yaxşı dediyi biz gəlib çıxardıq, istədiyin yaxşı çıxacaq. Yəni bir də darıxdırıcı da olan məncə həqiqətən kampaniyadır. Kampaniyadır. Çünki biz elə gedib də harca darıxdığımız olur. Yəni dürüstdə bir gündür gəlmişik. Biz onu düşündük ki, darıxdıcıdırsa bir gün burada bəs eləyər, bir gündən sonra gedərik başqa bir yerə. Amma inanın ki, gəzmədik. Demək olar ki, gəzmədik. Bu qədər gəzdik, yorulmuşuq. Yəni dünən gecə saat 2-də artıq biz yol gələ-gələ yatırdıq o vəziyyətdəydik. O qədər çox gəzmişdik. Amma getmədiyimiz o qədər yer qaldı ki, baxdıq ki, burada getmək istəyirik, orada getmək istəyirik. Yəni çox maraqlı şəhərdir, gəlməyinə dəyər. İndi isə sifarişlərimi verim, daha acından ölürəm. Səhər yeməklərimiz gəldi. Belə bir börək zakaz eləmişik, sifariş eləmişəm. Ispanaqlı. Aynur da eynisinin pendirlisini və Aysel kurasanla krem brûlée. Bayaqdan kurasanı istəyir. Yəni kurasanı sifariş verib, krem brûléndə. Dedi fikrimi dəyişdi. İstəyirdi bu günü. Aha. Bəli, yəni istəklərə yox demək olmaz, atqaz eləmək olmaz. Çay da gətiriblər deməli. Burada deyəsən biraz çay yox, daha çox kofe sevirlər də. Çay gətiriblər buradan. Belə gətir. Bax belə gətirmişdilər. Yəni ki, bir stakanlıq. Biz də tez Azərbaycanlı ruhumuzu ortaya qoyduq ki, bu nə çaydır? Mən bunu haramda içəcəm bir damcı, yəni balaca bir stakanda. Deyir, bu bir stakanlıqdır. Biz dedik bir stakan içmirik, biz 2 stakan içirik və göndərdik biz üçün suyu tam elədilər. İndi gətirdilər təzədən. Yəni Afsan şokdaydı ki, bunlar nə qədər çay içirlər, yəni bu qədər çay sevgisi olan. Azərbaycanlılar, yəni isti 30 dərəcə, 35 dərəcə istidə biz oturup burada çay içirik. Necə də aynı. Bəyəndin mi? Çayı da balla içirlər üstəlik. Kstati, burada özlərinin yerli bal istehsalı var. Albaniya daha çox balı ilə və zeytun yağı ilə məşhurdur. Elə yaxınlıqda yerləşən Yunanistan və İtaliya kimi. Və bizə çayla bərabər bal gətirdilər yanında, balaca. Və yolda da baxdıq, bal satırlar. Yəni hər bir tərəfdə bal satırlar. Meyvə televizorda da turşu satırlar, bankalarda. Hə, yəni
Bura gələndə əgər bagajınızda yer varsa, gedəndə özünüzlə aparmaq üçün mütləq ağlınızda olsun ki, bal alasın. Ama çay da çok tüm değil. Şuraya dedim dartlı, benim içinin rengi olan. Hayır. Da bayağı tüm değil. Renk değil. Böyle rengi açılıydı. Böyle labıydı. Kulak açılıydı. Onun hamısı tüm geldi. Yine daha kaliteli. Geçen Türkler börekleri kimi de eyni tadı. Bu da eyni. Şekil de gösterim size qiymətlərini. Eyni də bunlara. Yəni bunlar başqa-başqadır. Adı da börekti. Adları da demək olar ki, Türk adlarıyla eynidir. Bu arada 200 lek nə qədər eləyir? 50'ye bölürsün de. Hə? 450'ye bölürsün. Yox, 204 manat eləmir. 200 lek 4 manata bərabərdir. Elə düşünün, yəni qiymətləri müqayisə edərkən elə düşünün. Aynur, sən çıx bir niyə gətirməyiblər? Ben de Ayşe'nin İkimiz bir yerde. İncik bizim oradan sonra səni. çay. Çayless. Çay. Çay diyor. Böyle yiyoruz. Kurasanlı mı? Çox maraqlıdır ki, börək çaydan ucuzdur. Yazmasın. Qoyacam burada. Deməli, börəyi yazmayıblar ki, yazmasın deməyəm. Benim buraya yazıp Ona hədiyyə verir sizə, balık gibi. Olsun yoktu ki yedik sadece. Böyle bir şey yok hocam. Çay deməli 200 lepdir. Bu börək isə 150. Təsəvvür edin, bu buna çaydan ucuz. Onu zat vereni yandırma. Başka şey. Hazırda Himara'dayıq. Himara yolunun üstündə belə gözəl bir yer var. Burada maşınları saxlayıb çəkirlər. Amma digər yol tərəfdən gələndə də çox qəşəng görünür. Çox qabaqdan oldu.
yol çok güzel görsənir oradan. Rengine bak suyun. Dəniz deyir, ora beach. Bütün dəniz qırağıdır. Oraya gideceğiz. Hadi. Oraya düşürüz. Ora yox, indi ora getmirik, amma şeydə nədir, Sarandedə elə bir yerdir. Turistdən Sarancaya gedəndə yolların üzərində belə pullu yollar var, ödənişli yollar. Bu formada ödəniş edib keçirsiniz. 250 lekdir. 300. Çəkmə, çəkmə oranı. It's free. Thank you so much. 250 lek yazır. Deməli bəzi yollar pulludur, amma sırf buradakı pulsuz idi. Sarancaya gedən yol 250 lek yazmasına baxmayaraq dedi ki, free'dir, keçə bilərsiniz. Çox maraqlı. İki tərəfli tuneldə özdə. Avropada bu tip tüneller çoktur. Çok uzun olur böyle tüneller. Çok güzel yerlerden çıkır həmişə. Dağların arasından gittiğine göre. İçinde radar var görürsən. Kilometre oldu. Buradan da böyle mənzərəli bir yere çıxır. Himara'da Albanya'nın turistik şehirlerinden biri sayılır. Küçələr biraz Yunan stili.
biraz İtalyan stili və hətta Qarabağ stili də var. Atları çək. Yuxarı çıxanda buranı daha çox Laçına bənzətdim. İndi isə atlar da var. Yəni bura çox gözəldir. Burada gəlmək olar. Bu isə Himara'dır. Himara'nın dəniz kənarı restoranına gəlmişik. Mənim sifarişim gəlib. Belə bir toyuqla kartoşka, amma bir də pizza gözləyirik. Pizzalarımız hələ gəlməyib. Tadına bakın. Azərbaycanda soyutma yeyirsən, bir soyutma. Yox, nə deyirlər buna? Nə kartoşka? Bu soyutmadır? Yox, qızarma. Sos. Kartoşka sosu. Toyuqla kartoşka sosu. Pizzamız da gəldi. Yunanistan kimi burada da pizzanın və yeməklərin həcmi çox böyük gəlir. Doyumluq gəlir. Bir dənə də arı əl çəkmir bizdən. Ya biz çiçeği, ya balık. Rüsvət mənim üstümdəki bu güllərə gəlir. Biz de gülükler, biz de bir çiçeği, biz de bir gülük. Hələ. Yeyin dadını bir deyin görək hələ. Tepesinden vuracağım. Necə dayısı? Yaxşıdır. Pindirlər də çox qəşəngdir, dadları, pindirdir, pomidor sosu. Süd məhsulları hə, çox qəşəng. Qəşəng. Yəni İtaliyadakı kimi eyni o cürə belə ləzzətli ingrediyentlər. Mən məsələn toyuğun ətini biraz bəyənmədim burada. Sərtdir. Kartoşkası da biraz belə necə deyim? Dadı o qədər də bizimki qədər qəşəng deyil, amma pis deyil yenə də. Genəldə qəşəngdir. Nunuş xanım necədir? Ama boldu. Gene biz bundan sonra yemeğe götürəndə bir yemek 2 nəfərə götürək. Daha 3 nəfərə bu 3 nəfərə də çata bilər, yəni bəli. Sənki də. Yunanistanda da eyni belə idi də. Az oturdu. Bol Onda gətirdilər. da pendir var. Yəni pendir belə adamı tutur da doyurur. Çox İki belə dilimdən asır. inanmıram ki, yemək olsun. O da çoxdur, o da Amma çoxdur. gəl ki, cəmaat adama birini götürüb yeyirlər. Bax, hamısı qonşuluğumuzdakilər. Hə, bax, stollarda oturublar, baxırsan 4 nəfər, amma bir dənə nəsə zakaz eləyirlər, hamısı yeyirlər. Bir dənə yox, adama bir dənə. Hə, adama bir dənə sakız eləyirlər. Pizza. Bunlar nəsə deyəsə çox yeyirlər. Var, bax. Salam yeyir, özünü kişi də. Azmerlərdən O da hərəsinə bir dənə tüy pizza Bunlar deyirlər. deyəsən doymurlar, ona görə çox yeyirlər. Sadəcə bizim porsiyalarımıza görə çoxdur. Bizim millət az yeyən deyərik ki, bizim porsiyaları balacalaşdırıblar getdilər. Burada boldur. Bizi balcalaşdırıblar deyir, önce başlamış az yeməyə. Yəni Ay, qabağımıza sağ ol. o gəlir, onu da yeyirik. Nəyə də öyrəşir ona. Son şeylərdə çox yeyirsən.
Çox, nuş eləyək.